Təbiəti ilə insanı valeh edən Biləsərin həllini tapmayan problemlərinin fonunda kəndin sakinləri gündən-günə azalmaqdadır. Kənd ərazisində yol olmadığından onların gündəlik həyatı ciddi şəkildə çətinləşir və tez-tez kənd sakinləri öz vəsaitləri hesabına belə yollara başvurmaq məcburiyyətində qalırlar. Kusta rüsulla salınan bu yollar da qısa müddət ərzində sıradan çıxır. Yenə də leysan yağır, qar yağır, tufan olur ki, bu yuyur, bu çınqılı aparır. Təzədən yenə də özü düzəldirik. Rayon ərazisindən Biləsərə gedən və kəndin daxilindəki əsas küçələri birləşdirən yolların vəziyyəti ilə əlaqədar Lənkəran şəhər 48 saylı yol istismar idarəsinə yollandıq. Qurumdan bildirildi ki, vəziyyətdən xəbərdardılar və kəndin yolları ilə bağlı layihə hazırlanaraq müvafiq qurumlara yönləndirilib. Kəndin bir digər problemi isə qazsızlıqdır. Kəndin qaz problemi ilə bağlı Azərqaz İstehsalat Birliyindən bildirildi ki, ölkə üzrə qazlaşmayan kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın Azərqaz İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir. Qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözü gedən yaşayış məntəqəsinə gəldikdə isə bu əraziyə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər. Kənd sakinlərinin ən təməl ehtiyaclarından biri olan sağlamlıq üçün nəzərdə tutulmuş tibb məntəqəsi bir neçə il əvvəl yenisi ilə əvəzlənsə də, yeni tikilmiş bina, yeni tikilmiş tibb məntəqəsi təəssüf ki, illərdir kənd sakinlərinin üzünə bağlıdır. Kəndin bir digər problemi isə kənd ərazisindəki məktəbin yaxşı şəraitdə olmamasıdır. Kənd sakinlərinin sözlərinə görə hər il gündən-günə sakini azalan kənddə artıq məktəbdə şagirdlərin sayı da azalmaqdadır. Burada isə əsas məsələlərdən, əsas problemlərdən biri kənd məktəbindəki şəraitin yaxşı vəziyyətdə olmamasıdır. Kənd məktəbinin aqibəti ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsindən vurğulandı ki, məktəbin vəziyyətindən xəbərdardılar. Təhsil müəssisəsinin binasının tikintisi və ya əsaslı təmiri ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd olundu ki, məktəblərin təmiri və tikintisi növbəllik prinsipi əsasında həyata keçirilir. Kəndin işıq problemi ilə bağlı isə Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, artıq əraziyə baxış keçirilib və yaşayış məntəqəsində əsaslı təmir bərpa və yenidən qurma işlərinə başlanılıb.